O qədər gözəl bir reseptlə qarşınıza gəlmişəm ki, uzun zaman idi şəkər çörəyi bişirmədiyimi xatırladım. Yadıma düşür, Instagramı, YouTube'u yeni açdığım vaxtlar 2019-2020-ci illərdə bişirmişdim. Bişirəcəyinizə sizi əsla peşman etməyəcək və bir o qədər də az ərzaqla hazırlayacaqsınız. Yumurta, şəkər tozu, vanil və qabartma qabı əlavə olunaraq çırpıcı vasitəsilə qarışdırıram. Siz istəsəniz yağını da əlavə edərək mikserlə də qarışdıra bilərsiniz. Bir də yağın otaq temperaturunda olmasına diqqət edin. Məndə vaxtım yox idi deyə biraz bərk olmuşdu. Yəni bu yumşaq olduqda sizin üçün qarışdırmaq o qədər asan olacaq. Üzərinə ölçülü şəkildə isə ununu əlavə edərək xəmiri yoğururam. Unun ölçülü olmasına mütləq şəkildə diqqət etmək lazımdır. Xəmir nə çox bərk olmalı deyil, nə də ki yumşaq olmalı deyil. Mən tam 4 stəkan undan istifadə etdim. Daha sonra isə xəmiri 3-4 dəqiqə gözlətdim. Kündələri götürdüm, bir ovucum içərisində bir çala kimi yaradaraq digərinə isə sıxaraq belə təpə formasını verdim. Yumurtanın sadəcə sarısını istifadə edirəm. Belə baş hissələrindən oyuqlar yaradıb həmin hissələrə yumurtanın sarısını əlavə edirəm. Öncədən 180 dərəcədə isitdiyim sobada isə bişirirəm. Və artıq hazırdır. Bişirəcək olan hər kəsə nuş olsun. Növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın.